Qədim Misir ehramlar ölkəsi mövzusunun izahından yenidən sizləri salamlayıram. Bugünkü dərsimizdə Misirin yerləşməsi, Misirdə qədim sivilizasiyanın yaranması, təsərrüfat həyatı, qədim Misirdə dövlətçiliyin inkişafı, yüksəlişi və tənəzzülü haqqında, eləcə də mədəniyyəti haqqında sizlərə ətraflı məlumat verəcəm. Və keçək dərsimizin izahına. Ümumiyyətlə yer kürəsində müəyyən dövrlərdə istiləşmə və buzlaşma dövrü bir-birini əvəz etmişdi və yer kürəsində sonuncu böyük buzlaşma dövrü eradan əvvəl 13-cü minillikdə başa çatmışdı və bu buzlaşmanın başa çatması, yəni istiləşmə dövrü Afrikanın şimalında kəskin iqlim dəyişikliklərinə səbəb olur. Nəticədə isə quraqlıq başlayır, su mənbələrinin çoxu quruyur. Həmçinin dünyanın ən böyük səhrası olan Sahara səhrası yaranır Afrikanın şimalında və burada insanların çox hissəsi ya Afrikanın cənubuna doğru, bir hissəsi isə Nil çayı ətrafına çəkilməli olur və Nil çayı da bilirsiniz ki, Afrikada mərkəzdən başlayır, şimala doğru axır, Aralıq dənizi hövzəsinə aid çaylardan biridir və qədim Misirdə sivilizasiyada elə məhz Nil çayının ətrafında yaranmışdı və Misir özü Afrikanın şimal-şərqində yerləşir və müxtəlif dövrlərdə buna tarixi adlar verilmişdi. Məsələn, eradan əvvəl 5-ci əsrdə Yunan tarixçisi Misiri Nilin tövhəsi adlandırmışdı və Misirlilər özləri isə Nil çayını böyük çay, öz yaşadıkları yeri isə qara torpaq adlandırırdılar. Onların qara torpaq adlandırmağının səbəbi o idi ki, Nil çayı tez-tez daşırdı və daşqınlar zamanı münbit, gil qatı ətraf əraziləri qara rəngə boyuyurdu və bu da qara torpaq adlanmağına səbəb olmuşdu. Və Nil çayının axın istiqaməti də bildiyimiz kimi Mərkəzi Afrikadan başlayır və şimala doğru axır. Ona görə də elə Nil çayının ətrafında yaranmış Misir sivilizasiyası, Misir ərazisi mədəni baxımından iki hissəyə ayrılır və iki hissə isə aşağı Misir və yuxarı Misir adlanır. Sonradan elə padşahlıqlar da bu cür adlanacaqdı və aşağı Misir Nil çayının Aralıq dənizinə töküldüyü yerdə Nilin deltasında yaranmış hissədir. Yuxarı Misir isə bu cənubdan şimala doğru uzanan Nil vadisi boyuncadır və yuxarı Misirlə sərhəddə, yəni onun cənub qonşusu Nubiya ərazisi olmuşdu. Xəritədə biz bunu tərsinə görürük. Çünki xəritə adətən yuxarı şimaldır, aşağı cənubdur. Amma biz xəritədə bunun tərsini şahid oluruq ki, yuxarı Misir cənubda yerləşir, aşağı Misir isə xəritənin şimal hissəsində yerləşir. Yəni buna diqqət eləyin testdən mütləq ki, xəritədə yuxarı hissə şimal olsa da aşağı Misir yerləşmişdi həmin ərazidə. Cənub isə aşağı hissə olduğu halda biz ora yuxarı Misir deyirik. Və kənd təsərrüfatı və təbiətlə mübarizə, ümumiyyətlə Misir ərazisində Nil çayı yazda buz sulu olurdu, daşqınlar törədirdi və həmin o daşqınlar özündən münbit gil qatı gətirirdi. Bu isə bol məhsula şərait yaradırdı. Amma bu daşqınlar həm də əkin sahələrini su altında qoyurdu. Bunun qarşısını almaq üçün əhali bəndlər çəkirdi, xüsusi bəndlər çəkirdi və bu bəndlərdə dambalar adlanırdı. Dambalar isə gil və qamış qarışığından belə deyim də hazırlanırdı, çəkilirdi. Bundan əlavə şaduf adlanan xüsusi qurğudan istifadə etmişdilər. Suyun çatmadığı hündür yerlərə suvarma üçün, su qaldırmaq üçün bir qurğu idi. Qədim Misirdə hazırlanmış bir qurğu. Və Nil sahilində bitən xüsusi qamış növü var idi ki, bu papirus adlanırdı və papirusdan həm yarpaqlarından yazı ləvazimatı kimi istifadə etmişdilər, həm özündən sal, qayıq hazırlamaq üçün, evlərin damını örtmək üçün müxtəlif məqsədlərlə həmin o papirusdan istifadə etmişdilər. Və Misirdə hərbi yürüşlərə səbəb olan nə idi? Misir ümumiyyətlə xam mala ehtiyac qonşu ölkələrə əlaqələr qurmasına səbəb olmuşdu və Nil vadisində kifayət qədər gil və ağ əhəng daşı olsa da, amma taxta az idi, qiymətli metallar az idi və ona görə də xaricdən qızıl, qranit, mis, qiymətli daşlar gətirilməsi lazım olurdu və bu da hərbi işi yaxşı bilən bir mütəşəkkil cəmiyyətin olmağını zəruri edirdi. Ona görə də xam mal gətirilməyə ehtiyac duyulması hərbi yürüşlərin təşkil edilməsini zəruri edən bir cəmiyyətin olmağını zəruri etdi və nəticədə də elə dövlətlər, ilk dövlətlər yarandı. Amma ümumiyyətlə Misir, qədim Misir ərazisində əhali əkinçiliklə, bostançılıqla, maldarlıqla, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuşdular.
Və mütəşəkkil idarəyə ehtiyac, xam mal gətirmək dedik, kənardan xam mal gətirməyə ehtiyac duyduqları üçün kanallar çəkmək, böyük işlər tək başına etmək mümkün olmadığı üçün onlar məcbur idilər ki, bir mütəşəkkil idarə sistemi yaradalar və bu idarə sisteminə ağsaqqallar və tayfa başçıları başçılıq edirdi. Sonralar artıq onlar hakimiyyəti ələ keçirdilər və beləliklə şəhərlərin meydana gəldiyi idarə sisteminin və hakimiyyətin formalaşdığı ərazilərdə dövlətlər yaranır və bu dövlətlər ilk vaxtlar 40-a yaxın kiçik dövlət var idi Nil hövzəsində. Bunlar isə nom adlanırdı. Nom sözünün mənası Yunancadan tərcümədə vilayət mənasını verirdi və hər vilayətin, hər nomun özünün hər birinin hökmdarı, dini və tanrısı olurdu. Və nomların mərkəzində hökmdar sarayı, məbədlər, o cümlədən baş tanrının məbədi yerləşirdi. Və ilk vaxtlar dedik ki, Misirdə 40-a yaxın nom olmuşdu və bu nomlar öz aralarında toqquşmalar edirdilər, mübarizə aparırdılar, toqquşmalar baş verirdi. Mübarizənin səbəbi nə idi? Mübarizənin səbəbi suvarma kanalları və otlaq sahələri uğrunda mübarizə aparmışdılar. Və güclü nomlar zəif nomları özünə tabe edirdi. Beləliklə onların sayı get-gedə azalırdı və nəhayət yuxarı Misir, aşağı Misir padşahlıqları yarandı. Yuxarı Misir, aşağı Misir padşahlıqları eradan əvvəl 4-cü min ilin ikinci yarısında yaranmışdı və vahid Misir dövləti yaratmaq uğrunda mübarizə aparırdılar. İndi gəlin burada bir ümumiləşdirmə edək. Siz diqqət edirsiniz nəyə? Əgər testdə bizdən soruşsa ki, nomlar və yaxud da 40-a yaxın kiçik dövlət Misirdə, qədim Misirdə nəyin uğrunda mübarizə aparırdı? Onda biz götürməliyik suvarma kanalları, otlaq sahələri uğrunda mübarizə. Amma yuxarı Misir, aşağı Misir padşahlıqlarının mübarizəsini soruşsa, biz artıq onların vahid dövlət yaratmaq uğrunda mübarizə apardıqlarını söyləməliyik. Vahid Misir dövlətinin yaranması eradan əvvəl 4-cü minilliyin sonlarına təsadüf edir. Yuxarı Misir qalib gəlir, aşağı Misir özünə birləşdirir və müharibənin bitməsi nəticəsində Vahid Misir dövləti yaranır. İlk paytaxtı Memfis olmuşdu, ilk hökmdarı Mina olmuşdu və bu ölkənin təsərrüfatının və mədəniyyətinin sürətli inkişafına şərait yaratmışdı. İdarəçilik necə qurulmuşdu qədim Misir dövlətində? Bu artıq Vahid Misir dövləti yaranandan sonra bu idarəçiliyi biz ona aid edirik. Dövlətin başında Firon dururdu, mütləq hakim idi, Günəş oğlu adlandırılırdı. Onun köməkçisi Çati və kahinlər idi. İdarə etmədə iştirak edirdi müxtəlif məmurlar və əhalinin digər təbəqələri kəndli, sənətkar və tacirlərdir və qullar isə xüsusi əhəmiyyət daşımırdılar. Ümumiyyətlə qədim Misirdə qullar bir iqtisadi əhəmiyyəti olmayan bir təbəqə olmuşdu. Dövlətin başında dedik Firon dururdu. Firon sözünün mənası böyük ev, saray deməkdir. Əvvəllər bu belə mənada işləmişdi, amma sonradan artıq hökmdarı ifadə etmək üçün istifadə edilmişdi bu sözdən və Günəş oğlu adlandırılırdı. Mütləq hakim idi, hakimiyyəti qeyri-məhdud idi. Bütün hakimiyyət onun əlində cəmləşdirilmişdi, qanunları o verirdi, qaydaları o müəyyənləşdirirdi. Hakimiyyəti irsən ötürülürdü atadan oğula, qardaşdan qardaşa və idarəetmə sistemində ölkəni idarə etmək üçün canişin və məmurları da Firon təyin edirdi və Tanrının yer üzərindəki təmsilçisi hesab olunurdu və onun şərəfinə piramidalar inşa edilirdi, onun qüdrətini göstərmək üçün. Və ordunun baş komandanı da həmçinin Firon idi. Torpaqların və bütün əmlakın tək sahibi də elə Firon olmuşdu. Yeri gəlmişkən hakimiyyətin Tanrı tərəfindən verilməsinə inanırdılar qədim Misirdə və bu müxtəlif xalqlarda belə olmuşdu. Məsələn, qədim Şumerlərdə də bu belə olmuşdu, qədim Hunlarda da hakimiyyətin Tanrı tərəfindən verilməyinə inanırdılar. Yəni onlar oxşar edə bilərik. Qədim Mesopotamiya və yaxud da Hunlarla oxşar cəhət təşkil edə bilər. Dövlətin idarə aparatında dedik digər məmurlar da var idi. Məsələn, Çati ali məmur idi. Fironun köməkçisi hesab olunurdu və Firon tərəfindən vəzifəyə təyin edilirdi. Adətən Fironun öz oğlanlarından, yaxın qohumlarından təyin edilirdi və Çatinin səlahiyyətlərinə təsərrüfat və məhkəmə orqanlarını idarə etmək, Firon dəftərxanası və dövlət xəzinəsinə nəzarət etmək də onun səlahiyyətlərində idi. Bir də diqqət edirik, burada dəftərxananı adətən abituriyentlər kitabxana ilə qarşı salırlar. Dəftərxana hesab kitab aparıldığı yerlərdir. Yəni bu vergilərin toplanması, mədaxil məxaricin aparıldığı, hesablandığı yerlərdir. Yəni müasir kitabxanalarla eyni deyil bu anlayış. Və digər məmurlar isə mütləq oxumağı, yazmağı bilən şəxslərdən seçilirdi və onların işləri, vəzifələri isə əkin sahələrini ölçmək, vergiləri toplamaq, hüquq və ordu işlərinə nəzarət onların vəzifələri idi. Və kahinlər və ideologiya cəmiyyətdə, Misir cəmiyyətində ən önəmli yer tutan imtiyazlı təbəqələrdən biri də kahinlər olmuşdu və bütün dini işlərə mütləq nəzarət edirdi onlar. Onlar isə xalqı Firona sitayiş etməyə yönəldirdilər. Yəni onların işi bu idi, təbliğat aparmaq idi. Fironu yer üzərinin tanrısı Günəş oğlu adlandırırdılar, ilahiləşdirirdilər onun hakimiyyətini. Yəni bir növ kahinlərin işi hökmdarın, yəni Fironun hakimiyyətini möhkəmləndirməyə xidmət edirdi.
Və iqtisadiyyatla bağlı nə edə bilərik? Əsas istehsalçı təbəqə kəndlilər idi. Əhalinin mütləq əksəriyyətini kəndlilər təşkil edirdi və əsas yük onların üzərində idi. Sənətkar tacirlər də mühüm yer tuturdu cəmiyyətdə. Amma qullar isə iqtisadi cəhətdən xüsusi əhəmiyyət daşımırdılar və qulları canlı ölü adlandırırdılar. İşğallar nəticəsində qullar, hərbi əsirlər qula çevrilirdi. Yəni bu məsələn qədim Yunanıstanda, qədim Romada, Mesopotamiyada da bu olmuşdu. Azad əhalinin qula çevrilməsi. Amma yəni Misirdə biz bunun şahidi olmuruq. Biz Misirdə görürük ki, hərbi əsirlər, müharibə zamanı ələ keçirilmiş əsirlər qula çevrilir. Və təsərrüfatda və əyanların malikanələrində də onlardan istifadə edilirdi. Və qədim Misir dövləti vahid dövlət halına birləşəndən sonra mədəniyyət, təsərrüfat inkişaf etmişdi. Bunun ardınca biz Misirin ən qüdrətli dövrünü yaşadığını şahid oluruq eradan əvvəl 2-ci minillikdə və eradan əvvəl 2-ci minilliyin ortalarında qədim Misir özünün ən güclü qüdrətli dövrünü yaşayırdı və işğallar aparmağa başlamışdı. Bu işğallar nəyin hesabına edirdi? Təbii ki, güclü ordu hesabına. Yaxşı silahlanmış, təlim görmüş hərbi qüvvələr ordusu Misirin birləşdirməsindən sonra artıq işğallar aparmağa başlayır, ərazisini genişləndirməyə başlayır və bu genişlənmə nəticəsində eradan əvvəl 2-ci minillikdə biz artıq Misir dövlətini imperiya adlandırmağa başlayırıq ki, bu işğallar nəticəsində ərazisi qat-qat genişlənmiş oldu. İşğallara ilk başlayan 1-ci Tutmosun adını çəkirik. 1-ci Tutmos, Firon 1-ci Tutmos eradan əvvəl 2-ci minilliyin ortalarında hakimiyyətdə olmuşdu və Misirin işğalçı yürüşləri Asiya qitəsinə, Aralıq dənizinin şərqinə yönəlmişdi. Fələstin və Suriyanı işğal etmişdi 1-ci Tutmos. Misirin sərhədləri ilk dəfə Fərat çayına qədər çatmışdı. Şimal sərhədlərini Fərat çayına qədər çatdırmışdı. Buna diqqət edirik bu sözə və cənubda isə Nubiyanı ölkə ərazisinə tabe etmişdi. Nubiya sözünə diqqət edin, çünki Nubiyanın adını bir neçə yerdə biz görürük. Məsələn, Nubiyanı dövlətə tabe etmişdi 1-ci Tutmos. Nubiyadan qızıl gətirilirdi 3-cü Tutmosun dövründə və Nubiyada 24 metrlik heykəli var idi 2-ci Ramzesin dövründə. 2-ci Ramzesin Nubiyada 24 metrlik heykəli var idi. Buna da diqqət edin. Və xəritədə siz görürsünüz Misir ərazisini, Nubiya ərazisini göstərir, Aralıq dənizinin şərqini və Aralıq dənizinin şərqindəki Fələstin, Finikiya, Suriya ərazilərini görürük biz və Fərat çayını da xəritədə görürük ki, şimal sərhədlərini Fərat çayına qədər çatdıran 1-ci Tutmos olmuşdu. Və 3-cü Tutmos 1-ci Tutmosun nəvəsi idi. 1-ci Tutmosdan sonra hakimiyyət zəifləyir, Ön Asiyada işğal edilmiş ərazilər itirilir və nəhayət 3-cü Tutmos hakimiyyətə gələndə o Aralıq dənizinin şərq sahillərində yenidən yürüşlər təşkil edir və yenidən həmin əraziləri Misirə birləşdirə bilir. Nəticədə nə olur? Ön Asiyada Fələstin, Suriya, Finikiya işğal edilib yenidən Misirə birləşdirilir və bu əraziləri canişinlər vasitəsilə idarə edir. Yeri gəlmişkən canişinlik sistemi olması Əhəmənilərlə, Makedoniya ilə, qədim Manna dövlətindən Misir dövlətinin oxşar cəhəti kimi götürülə bilər. Və nəticədə də 3-cü Tutmos belə deyim, Şərqi Aralıq dənizi ölkələrini özünə tabe edib birləşdirə bilmişdi. Amma təəssüf ki, 3-cü Tutmosun ölümündən sonra yenidən həmin ərazilər yenidən mövqeyi zəifləyir Ön Asiya ərazisində, həmin ərazilər yenidən itirilir. 1-ci Tutmos və 3-cü Tutmosun burada müqayisəsini görürsünüz və nəticə nə olur? Fərat çayına qədər ilk dəfə sərhədlərini çatdıran, şimal sərhədlərini çatdıran 1-ci Tutmos idi. Nubiyanı tabe edən 1-ci Tutmosdur. Fələstin, Suriya, bax burada Finikiya sözünə diqqət edin. Finikiyanı biz 3-cü Tutmosda ilk dəfə adını çəkirik. Yenidən Misirə birləşdirildi sözünün şahid oluruq və birbaşa hərbi tabeçilik əsasında idarə edilirdi 1-ci Tutmosun dövründə. Xüsusi canişinlik sistemi yaratmışdı 3-cü Tutmos. Yəni canişinlər təyin edən 3-cü Tutmos olmuşdu. 2-ci Ramzes ən qüdrətli fironlarından biri olmuşdu. Eradan əvvəl 13-cü əsrdə yaşamışdı və Misirin sonuncu qüdrətli hökmdarı idi və o Misirin hakimiyyətə gələndə Afrikadakı üsyanları yatırır. Daha sonra isə əvvəlki qüdrətini bərpa etmək üçün işğalçı yürüşlərə başlayır Ön Asiya ərazisinə və Ön Asiya ərazisində Anadoluda güclü bir dövlət olan Het dövləti ilə mübarizə aparmalı olur və Hetlərlə mübarizə Suriya ərazisi uğrunda gedirdi və nəticədə bu mübarizə eradan əvvəl 13-cü əsrdə, yəni 2-ci minilliyin sonunda baş vermişdi. Taktika cəhətdən hər iki dövlət bir-birinə qarşı əsas zərbə qüvvəsi kimi döyüş arabalarından istifadə edirdi. Nəticədə böyük itkilərə səbəb olur. Tərəflərdən heç biri qəti qələbə qazana bilmir. Məcbur olurlar, sülh bağlayırlar. Eradan əvvəl 1286-cı ildə Kadeş şəhərində sülh müqaviləsindən başa çatır bu müharibə. Tarixin ilk beynəlxalq müqaviləsi hesab olunur bu. 2-ci Ramzeslə Het hökmdarı Vatalas arasında imzalanmışdı və nəticədə Misir ərazisinə Fələstin və Finikiya yenidən birləşdirilir. Suriya ərazisi isə onlar arasında bölüşdürülür. Şimali Suriya Hetlərdə qalır, Cənubi Suriya isə Misirlərdə qalır və hər iki dövlət bir-birinə söz verir ki, başqa dövlətin
hücumuna məruz qalarsa bir-birlərinə yardım etməyə, qarşılıqlı yardım etməyə söz verirlər. Sülhün bağlanması, yəni sülhün bərqərar olması, müharibənin bitməsi uzunmüddətli sabitlik və iqtisadi sıçrayışa səbəb olur. Nəticədə İkinci Ramzes quruculuq işləri görür, ölkə ərazisində geniş quruculuq işləri görür, suvarma sistemi yenidən qurulur, paytaxt olan Fiv şəhərində saraylar və məbədlər tikilir. Yeri gəlmişkən, qədim Misirin paytaxtı eradan əvvəl 2-ci minillikdə Fiv şəhərinə köçürülmüşdü, amma bu 2-ci Ramzesin dövründə köçürülməyibdi. Bundan əvvəl baş verir bu hadisə. Sadəcə yeni paytaxt olmuşdu Fiv şəhəri, bunu deyirik biz. Və memarlıq abidələrindən isə müxtəlif saraylar tikdirməyini dedik və həmçinin Nubiyada özünə 24 metrlik heykəl də qoydurmuşdu 2-ci Ramzes. Və 2-ci Ramzesin ölümündən sonra dövlət zəifləyir. Eradan əvvəl 1-ci minilliyin əvvəlləri mütləq buna fikir verirsiniz. Hakimiyyət uğrunda mübarizə, hakim sülalələrin tez-tez dəyişməsi, idarəetmənin pisləşməsi, məmur özbaşınalığı, fironların nüfuzdan düşməsi, dövlətin parçalanmasına və ərazilərin bir hissəsinin itirilməsinə səbəb olur və yadelilər təbii ki, bundan yararlandılar, fürsətdən istifadə etdilər. Misir eradan əvvəl 525-ci ildə Əhəməni hökmdarı Kambizin hücumuna məruz qalır və Pelusiya döyüşü baş verir. Pelusiya döyüşü Misirlilər məğlub oldular, Əhəmənilər qalib gəldilər, Misir İranın əyalətinə çevrildi və bununla da Misirdə yerli sülalələrin hakimiyyətinə son qoyulmuş hesab olunur və 525-ci il eradan əvvəl 1-ci minilliyin birinci yarısına təsadüf edir. Yeri gəlmişkən bunu da vurğulayım və Pelusiyanı isə qədim Misirin qoruyan qala, Misirin möhrü adlandırırlar. Makedoniyalı İskəndərin yürüşü nəticəsində eradan əvvəl 332-ci ildə şərqə yürüşü nəticəsində Misir müqavimətsiz tutulur və burada Əhəmənilərin ağalığına son qoyulur. Nəhayət Makedoniyalı İskəndər imperiyasının tərkibinə qatılır indi də Misir ərazisi və paytaxt İskəndəriyyə şəhərinə köçürülür. İskəndəriyyə şəhəri isə Makedoniyalı İskəndərin şərəfinə salınmış şəhər olmuşdu. Və Misir kahinləri İskəndəri Firon və Tanrı adlandırmışdılar. Makedoniyalı İskəndərin ölümündən sonra isə Misirdə bir Misir padşahlığı yaranır və bu dövlətdə hakimiyyətdə olan sülalə Yunan Makedoniya mənşəli sülalə olmuşdu. Ptolemeylər sülaləsi. Ptolemeylər sülaləsi isə eradan əvvəl 30-cu ilə qədər hakimiyyətdə olmuşdu və sonuncu nümayəndəsi Kleopatra olmuşdu. Eradan əvvəl 30-cu ildə isə Misir Romanın əyalətinə çevrilir. Bununla da qədim Misir dövlətinin müstəqil tarixi tamamilə başa çatmış hesab olunur. Əslində yerli sülalələrin hakimiyyətinə elə 525-ci il Pelusiya döyüşündən sonra son qoyulmuşdu. Burada isə artıq eradan əvvəl 30-cu ildə Romanın əyalətinə çevrilməyi Ptolemeylər sülaləsinin başa çatması dövrüdür. Və burada xülasəni görürük. Eradan əvvəl 2-ci minilliyin ortalarında qüdrətinin zirvəsinə çatır. Eradan əvvəl 2-ci minilliyin ikinci yarısı, sonları da bu 2-ci Ramzesin Hetlərlə mübarizəsi, Kadeş sülhü, 1-ci minilliyin əvvəllərində zəifləməsi, Pelusiya döyüşü, Makedoniya işğalı və Roma işğalı nəticəsində artıq əyalətə çevrilməsi.